Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt əleyhissalam aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və təala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostlar, dəyərli müsəlmanlar, bugün sizlərlə bölüşmək istədiyim mövzu çox lazımlı, çox diqqət olunması lazım olan bir mövzudur. Bildiyiniz kimi axirət zamanda yaşayırıq. İmam-ı Zaman ağanın zuhurunun yaxınlaşdığı bir dövrdə yaşayırıq. Bu dövr elə bir dövrdür ki, möminlərin gərək ayıq-sayıq olan və möminlərin axirəti üçün və imamın zuhuru üçün çalışmağı lazım olan bir dövrdür. Gərək möminlər mən müntəzirəm deyib, ayağının üstünə qoyub, elə rahat yerində mən imamın zuhurunu gözləyirəm, o cürünə imamın zuhurunu gözləmək olmur. İmamın zuhurunu gözləməyin bir neçə dənə şərtləri var, qaydaları var. Gərək insan o qaydalara diqqət yetirə ki, o qaydalar insanın müntəzirin əlini apara İmam-ı Zaman ağanın əlinə yetişdirə. Gərək diqqətli olaq. Axir zamanda möminlərin bir neçə dənə vəzifəsi var. Onlardan birinci vəzifəsi budur ki, gərək imanı sabit saxlaya. Düzdür, Həzrət Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, axir zamanda imanı əldə saxlamaq, yanan bir odu, alovu, közü əldə saxlamaqdan daha çətindir. İmanı əldə saxlamaq bu axir zamanda çox-çox çətindir. İmanı əldə saxlamağın da bir sıra yolları var. Onlardan birincisi budur ki, gərək dini cəmiyyətdən uzaq düşməyəsən. Gərək məscidlə ünsiyyətini çoxaldasan. Gərək hər gün istiğfar eləyəsən. Hər səhər yerindən oyananda, sübh namazına qalxanda, hər səhər sən istiğfar eləyəsən, Allahdan bağışlanmaq diləyəsən ki, Allah məni bağışla. Allah məni əff elə. Allah hər nə xətam, hər nə səhvim, günahım var, bağışla. Çünki böyük-böyük şəxsiyyətlər, böyük-böyük alimlər, ariflər, məhsumlar ən böyük təkidləri, ən böyük tövsiyələri budur ki, insan gərək hər daim tövbəsi dilində ola. İstiğfarı dilində ola. İnsan nə qədər tövbə eləsə, nə qədər istiğfar eləsə, onda bağlı olan qapıların kilitləri açılar. Görər ki, həyatda hər nələrə ki çatmaq istəyirdi, o tövbə onların qarşısında bir zəmin yaratdı. Bir yol yaratdı ki, o tövbə ilə insan bir çox ali hədəflərə yetişər. Dedik ki, axir zamanda möminlərin əsas 6 dənə vəzifəsi var ki, gərək möminlər ona diqqət yetirər. Birinci vəzifəsi budur ki, gərək imanı sabit saxlayalar. Onun da bir sıra yolları var. Dedik ki, onun yollarından biri məscidlə ünsiyyəti çoxaltmaq, dini cəmiyyətdən ayrı düşməməkdir. Həzrət Rasulullah bu barədə buyurur ki, axir zamanda elə bir vaxt gələr ki, mömin səhər mömin olaraq oyanar, axşam kafir kimi yatar. Bu səbəbdən ən böyük vəzifə hər gün imanı təzələməkdir. Hər gün tövbə etməkdir, Allahdan bağışlanmaq diləməkdir və Allahın ipindən möhkəm yapışmaqdır. İkinci müminin vəzifəsi fitnələrdən uzaq durmaqdır. Mənim əzizlərim, media, internet, sosial şəbəkələr hər yerdə fitnənin toxumunu əkirlər ki, insanların beyni bulansın, başı qarışsın, dindən uzaq düşsün. Amma o Quran-ı Kərimdə ki, ayə var, Allah təbarək və təala buyurur, bəziləri elə zənn eləyir ki, Allahın nurunu üfürməklə söndürəcəklər. Amma Allahın nurunu söndürməyə heç kimin qüdrəti çatmaz, iqtidarı çatmaz. Allah mütləq öz nurunu tamamlayacaq. Onlar ki, İslamda
zərrə qədər də olsa bir nöqsan axtarırdılar ki, əllərində bayraq ellələr, hər tərəfdə yayalar, bütün medialar, bütün təşkilatlar istəyirdi ki, o işləri görələr, amma onların hiləsi öz başlarında partladı. Bugünkü gündə rəzil rüsvay olubdular. Bilirsiniz kimlərdən söhbət gedir. Ona görə gərək fitnələrdən insan uzaq ola. İmam Əli əleyhissalam buyurur ki, deyir, fitnələr zamanı yeni doğulmuş körpə dəvə kimi olun. Deyir, sizi minmək istəsələr minə bilməsinlər, sağmaq istəsələr sağa bilməsinlər. Ona görə insan çalışa fitnə zamanı gərək sakitcə Allaha təvəkkül eləyə, kənara çəkilə, Allahın əmrlərinə itaət eləyə. Fitnələr insanı yoxsa sirkəliyər, haqq yoldan uzağa atar. Üçüncü, müminin vəzifəsi budur ki, axirət zamanda əmr biməruf və nəhiyyəz münkəri çoxalda, yaxşılığa dəvət eləyə, ətrafında nə qədər insanlar var, nə qədər ətrafında dostları var, tanışları var, ərki kimlərə çatır, onları haqq yola dəvət eləyə. Biz əgər axirət zamanda yaşayırıq, əgər deyiriksə də İmam-ı Zaman ağanın həqiqi müntəzirik, onun zuhurunu gözləyirik, gərək vəzifələrimizdən üçüncüsü də budur ki, əmr biməruf və nəhiyyəz münkər eləyə. Yəni, yaxşılığa dəvət eləyə, pisliklərdən çəkindirə. Bu bizim vəzifəmizdir. Müsəlman olaraq bizim vəzifəmizdir ki, gərək bu şeylərə biz diqqət yetirək. Əks təqdirdə şeytan qələbə qazanacaq. Şeytan qələbə çalacaqdır ki, bizlər də bir baxaq, bir gözümüzü açanda görəcəyik ki, qəflət o qədər bizi yaxalayıbdır ki, o zaman biz ayılacağıq ki, necə ki, Həzrət Əli deyirdi, insan yatıbdır, yuxudadır. Bəzi insanlardan söhbət gedir, hər kəsdən yox. Bəzi insanlar ki, yatıb yuxudadılar, o vaxt ki, öləcəklər, onda ayılacaqlar. O zaman oyanacaqlar ki, mən 70 illik, 80 illik, 100 illik ömrümü mən yelə verdim, boşa verdim. Ona görə çalışıb ətrafımızdakı əzizlərimizi, ərkimiz çatanları, müsəlmanları çalışıb Allahın yoluna dəvət edib, pisliklərdən çəkindirməliyik. Dördüncü vəzifəmiz budur ki, gərək dini elmləri öyrənək. Axir zamanda dördüncü bizim vəzifəmiz, mömin olaraq, müsəlman olaraq vəzifəmiz budur ki, gərək dini bilgilərimizi çoxaldaq, düzgün qaynaqlardan dini bilgilərimizi çoxaldaq. Elə olmasın ki, bir özünü tanımayan, hansısa bir dövlətin sifarişindən yaranan bir məhsəb bir dənə fitnə toxumu əkəndə, bir dənə şübhəli sual verəndə təlatümə düşməyə insan. Gərək dini bilgisini çoxalda, Allaha sonsuz şükürlər olsun. Artıq elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, hər şey cibimizdəki telefondan asılıdır. Nə istəsək öyrənə bilərik. Şeytani bilgilər də öyrənə bilərik, ilahi bilgilər də öyrənə bilərik. Əlimizdəki bıçaq kimidir. Əlimizdəki o texnologiya bıçaq kimidir. O bıçaqla istəsək çörək kəsərik, mətbəxdə istifadə eləyərik. Amma o insanlar ki, şeytani tərəfdən istifadə eləməzsə, gedər həmin o bıçaqla birini qətl eləyər. Əlimizdəki telefonlarımız, bugünkü gündə əlimizdəki texnologiyalar hamısı o cürnədir. Əgər istəsək dini elmləri mənimsiyək, yiyələnək, çox-çox böyük fürsətlər var. Əldə eləmək üçün çox-çox böyük fürsətlər var. Ona görə çalışağın ki, bizim axirət zamandakı vəzifələrimiz dedik. Dördüncüsü, gərək dini elmləri öyrənək. Peyğəmbər salavatıllahdan da hədis var, deyir, beşikdən qəbrə qədər gərək elmlə məşğul ola insan. Dünyaya gələndən dünyadan köçənə gərək elmlə məşğul ola insan. Dini elmləri o qədər mənimsiyə ki, daha birisi bir sual, şübhəli bir sual verəndə dindən, imandan çıxmaya. Bizim axirət zamanda ən mühüm, ən vacib vəzifələrimizdəndir. Digər vəzifəmiz isə 5-ci vəzifəmiz də budur ki, gərək insanlar, gərək müsəlmanlar, möminlər bir-birinə dayaq olsun. Bir-birinin arxasında olsun, yanında olsun, dəstək olsun.
bizim axirət zamandakı ən mühüm vəzifələrimіздəndir. Cümə namazlarının cümə günləri məscidə toplanmaqların fəlsəfələrindən biri də budur ki, gərək möminlər bir araya gələ, bir-birinin dərdi sərindən agah ola, bir-birinə əl tuta, bir-birinin yanında ola. İstər maddi tərəf olsun, istər fiziki tərəf olsun, istər mənəvi tərəf olsun. Gərək bir-birinin yanında ola, bir-birinə dəstək ola. Və 6-cı bizim vəzifəmiz axirət zamanda budur ki, gərək intizar əhli duadan möhkəm yapışa. Allah təbarək və Teala Qurani Kərimdə nə deyir? Ud'uni əstəcib ləkum. Deyir, mənə dua eləyin, mən də sizin duanıza cavab verim. Məni çağırın, mən də sizə cavab verim. Gərək müminin, Həzrət Rasulullah buyurur ki, müminin silahı duadır. Gərək mömin isə də hər dəqiqəmiz, hər saniyəmiz dua ilə keçə, istiğfarla keçə. Təbii ki, sual oluna bilər, bizim işimiz, gücümüz var, o var, bu var. Qardaş, dua eləmək heç vaxt işə gücə baxmır, nə də maneçilik də öyrətmir. Zuhur üçün gərək dua eləyək. Qardaş, zuhurun tezləşməsi üçün iki dənə amil var. Biri şeytani amildir, biri də ilahi amildir. Şeytani amil budur ki, dünyada nə qədər fitnə, fəsad, nə qədər belə deyim, zülümlər çoxalar, nə qədər qanlar tökülər, zuhur tezləşər. Bu şeytani tərəfdir və Allah lənət eləsin siyonistlərə, Allah lənət eləsin İslam düşmənlərinə. Onların gecəsi gündüzü budur ki, fitnələri çoxaldalar, qanları tökələr, insanları, müsəlmanları qətl eləyələr və insanları elə bir həddə gətirib çatdıralar ki, zuhur gəlsin, tezləşsin, çoxalsın. Amma ilahi tərəfi də budur ki, gərək möminlər ayıq-sayıq ola, gərək möminlər öz vəzifələrini bilələr, öz vəzifələrini dərk eləyələr. Möminlər gərək əməllərini günbəgün çoxaldalar ki, əməllər o vaxt ki çoxalar, o vaxt ki dua ilə, o vaxt ki raz-ı niyazla insanın ömrü keçər, o vaxt zuhur tezləşər. İmamın zuhuru üçün özü də dua eləyir ki, Allah mənim zuhurumu tez elə ki, mən bu müsəlmanların dərdinə şərik olum. Bunlara mən gedim, problemlərini həll eləyim. Onların haqqını özlərinə qaytarım. Gərək bizlər də hər fürsətdə əlimizi açıb Allahdan bir şey istəyəndə öncədən Həzrəti İmam-ı Zaman Əccəlallah Teala Fərəcəhu Şərif ağanın zuhuru üçün gərək dua eləyək. Gərək onun zuhurunu Allahdan arzu eləyək. Çünki mən böyük alimlərdən, böyük şəxsiyyətlərdən eşitmişəm, bütün dərdlərin dərmanı imamın zuhurundadır. Bütün müşküllərin həlli imamın zuhurundadır. Bütün haqların öz sahibinə qayıtma vaxtı imamın zuhurundadır. Ədalətin bərpası, bərqərarı imamın zuhurundadır. Onun üçün gərək biz mömin olaraq öz vəzifələrimizi tanıyaq, bilək, bizlər axir zamanda nə etməliyik? Və Peyğəmbər salavatullah intizar əhlinin xüsusiyyətlərindən sayır. Onlardan birincisi budur ki, onların ibadəti ən üstün ibadətdir. O insanlar ki, İmam-ı Zaman ağanın qeyb dövründə ona intizar çəkir. Bəyəxlərim dedi ki, intizardan məqsəd o deyil ki, elə oturam skamımda, oturam məqamımda, yerimdə, elə gözləyəm ki, havaq imam gələcək. O deyil. İntizardan məqsəd o deyil. Gərək özümüzü düzəldək. Çoxlu tövbə eləyək. İmamın zuhuru üçün çoxlu dua eləyək. Çoxlu yaxşılıqlar eləyək. Ki imamın zuhuru tez olsun. Həqiqi müntəzir gərək bu xüsusiyyətlərə sahib olsun. Və o zaman onun ibadəti ən üstün ibadət hesab olunar. Həzrət Rasulullah buyurur ki, Əfsəlul ə'mal İntizarul fərəc. Deyir ki, əməllərin ən fəzilətlisi, ən üstünü Həzrəti İmam-ı Zaman ağanın intizarında olmaqdır. Onun zuhuru üçün hazırlıq görməkdir, zuhurunu gözləməkdir. Gərək insan bu şeylərə diqqət yetirə. İkinci müntəzirin məqamı
Budur ki, onun məqamı şəhidlik məqamındadır. O kəs ki, imamı tanıya, haqqını tanıya, idrak eləyə, imamın zühuru üçün çalışa, əlindən gələni edə, deyir ki, Allah qatında onun məqamı şəhidlərin məqamına bərabərdir. Bu barədə İmam Cəfər Sadiq əleyhissalam buyurur, bizim dövlətimizin intizarında olub, bu halda vəfat edən kəs, qaimin çadırında onunla birlikdə olan şəxs kimidir. Hətta bəzi rəvayətlərdə də Peyğəmbər salavatullah buyurur ki, Peyğəmbərin yanında qılınc vuraraq döyüşdə şəhid olanların məqamına bərabərdir. O kəsin məqamı ki, bu axirət zamanda imamın haqqını idrak eləyir, onun zühuru üçün əlindən gələni eləyir. Yaxşı mənada əlindən gələni eləyir. Və növbəti intizar əhlinin məqamı isə buyurur ki, hədislərdə buyururlar ki, o həqiqi mömindir. Allah istəyən mömindir. İmam Səccad əleyhissalam buyurur ki, onun qeyb dövründə yaşayan, onun zuhuruna inanan və intizar çəkən kəslər bütün zamanların, insanların daha üstünləridir. Daha fəzilətli şəxsləridir. Bu barədə Peyğəmbər salavatullahdan nə qədər hədis desəniz, nəql eləmək olar ki, Peyğəmbər salavatullah buyurur, axirət zamanın möminləri mənim əsl, həqiqi qardaşım onlardır. Axirət zamanın möminlərdir mənim qardaşım. Çünki onlar məni görmədən sevibdilər. Peyğəmbər salavatullah bir gün öz səhabələri ilə cəm olmuşdu bir yerə. Dedi ki, axirət zamanın möminləri sizlərdən çox-çox üstündür. Onların birinin məqamı sizin 50-nizin məqamınıza bərabərdir, dedi. Orada səhabələrdən biri qalıqdı, dedi, ya Peyğəmbər, biz Bədirdə, Ühüddə sənlə bərabər döyüşmüşük, qılınc çalmışıq. Necə ola bilir ki, onların məqamı bizdən üstündür? Dedi, onlar elə bir çətinliklərə, elə bir müsibətlərə sinə gəriblər ki, sizlər o problemlərlə qarşılaşmayıbsınız. Ona görə onların birinin, onlar kimdir? Bizik, sizlərsiz. Sizlərsiniz ki, imamı sevirsiniz və onun zuhurunun intizarındasınız. Əlinizdən gələn yaxşılıqları eləyirsiniz ki, imamın zuhuru tezləşsin. Deyir, onların birinin məqamı sizin 50 dənənizin məqamından üstündür. Bu axirət zaman o zamandır. Bizlər ki, ağanın zuhuru üçün çalışırıq, dua eləyirik, əlimizdən gələn yaxşılıqları eləyirik ki, imamın zuhuru üçün bir zəmin yaransın. Və növbəti intizar əhlinin məqamı da budur ki, gərək o daxili hazırlıqda ola, özünü paklaya. İmam Cəfər Sadiq əleyhissalam buyurur, hər kim istəyirsə də imamın həqiqi müntəzirlərindən olsun, gərək gözəl əxlaqla, gözəl işlər görməklə, təqvaya riayət etməklə o ağanı gözləsin. O zaman həmin insanlar həqiqi möminlərdən, müntəzirlərdən sayılar. Və çoxlu dedik ki, insan dua eləyə, duasının, belə deyim, gündə bir dəfə dua eləyirdisə də, indi gündə bir 10 dəfə dua eləsin ki, ağa zuhur eləsin. Ən azından 2 namazlarınızın arasında dua eləyin ki, Allah sonuncu höccətinin zuhurunu tez elə. Həqiqətdə bütün bizim nicatımız, qurtuluşumuz ondadır. Axirət zamanın əlamətlərinin 6 dənə əlamət var, 6 dənə nişanəsi var. Onları sizlərə ərz eləmək istəyirəm. Birincisi buyurur ki, dəyərlərin tərsinə dönməsidir. Yəni, Peyğəmbər salavatullah bu barədə buyurur ki, elə bir zaman gələcək ki, yalancılara doğru deyiləcək. Yalancı insanları doğru deyə, dürüst deyə tanıyacaqlar. Doğru danışana yalancı deyəcəklər. Xainə etibar edəcəklər. Xain insanlara, xəbis insanlara, etibarsız insanlara etibar edəcəklər. Dürüst adam isə xəyanətdə və yalancılıqda ittiham olunacaqdır. Dəyərlər görürsünüz, kimlərə dəyər verilməlidir, kimlərə hörmət olunmalıdır, axirət zamanda onun tərsinə çevriləcək. Həqiqətdə də bu gün elədir. Cəmaatın içərisində, cəmiyyətin içərisində sayılan, seçilən adamlar o adamlar ki, kimlərin başına torba tikir onlardır. Kimlərə yalan danışır onlardır. Dürüst adam, imanlı adam, təqvalı adam cəmiyyətdə artıq hörmətdən düşür. Cəmiyyət ona hörmət bəsləmir.
Hansı adamlar ki fırıldaqla, hansı adamlar ki əlləm qallamlıqla məşğuldur, onlara hörmət qoyurlar. İkinci, axirət zamanın əlaməti budur ki, cəhalətin artması və elmin çəkilməsinə səbəb olacaq. Qiyamət ki yaxınlaşacaq, İmam Zaman ağanın ki zuhuru yaxınlaşacaq, o zaman insanlarda cəhalət, cahillik çox olacaq və elmli insanlar aradan gedəcək və elm aradan getmək həddinə gəlib çatacaq. Məhdəflər, mədrəsələr, universitetlər, elm ocaqları çox olacaq. Amma ondan başqa yollar üçün istifadə edəcəklər. Gedib oxuyub başqa şeytani planlar üçün istifadə edəcəklər. İlahi planlar, ilahi hədəflər qalacaq bir kənarda. Və növbəti üçüncü axirət zamanın nişanəsi budur ki, haram işlər adiləşəcək. Bugünkü gündə nə qədər insanlar əvvəllər o cürünə günahları insan danışanda xəlvətlə bir-birinin qulağına pıçıllayıb deyirdilər ki, belə bir şey Allah uzaq eləsin, Allah uzaq eləsin. Belə bir günah da var. Ha, böyük günahdır. Amma indi cəmiyyətin içərisində adiləşib. Mən çox üzr istəyirəm bu ifadəmə görə, bağışlayın bu sözümə görə. Əvvəllər, neçə illər bundan qabaq hardaydı zina? Hardaydı zina eləyən adam da hətta cəmiyyətin içərisində ən nifrət olunası adam idi. Heç kim ona salam vermirdi. Amma bugünkü gündə sanki bir dəb halına gəlib, bir üzr istəyirəm, yenə deyirəm ifadəmə görə, bir evli qadın başından yeşə qələt eləyir. Bir evli olduğu halda görürsən, qoşulur birinlə başqasından çıxır, varır, gedir. Biri görürsən, gedir, başqasının həyat yoldaşına aparır, gedir. O, mundar hərəkətləri eləyir. Cəmiyyətin içərisində bu o qədər adiləşib, daha buna sadə bir şey kimi baxırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, mediada bu cür şeyləri adiləşdirirlər. Bugünkü gündə Türk teleseriallarının 99%-i bu yöndə təbliğdədirlər ki, biri-birini sevirsə də gedib onunla hər cür nə qələt istəsə onu eləyə bilər. Amma gərək biz müsəlman olaraq, biz mömin olaraq gərək ayıq-sayıq olaq. Bu şeyləri heç vaxt mənimsəməyək. Görürsən, gedir, üzr istəyirəm ifadəmə görə, biri-birinin həyat yoldaşını götürdü, apardı, getdi. Ona cəmiyyət daşqalaq eləmir, cəmiyyət onu öz içlərindən təcrid eləmir, qovalamır. Bir həftədən sonra onun kürəyinə əlini vururlar, sanki bu hünər bir iş görübdür, sanki bu gözəl bir iş görüb, qəhrəmanlıq eləyib, milli qəhrəmandır. O cürünə rəftar eləyirlər. Əslində o cürünə insanlara gərək cəmiyyət salam verməyə, insanlar salam verməyə, onunla ünsiyyəti, əlaqəni kəsə ki, bilə mən böyük qələt eləmişəm, başımdan yekə qələt eləmişəm. Gərək onu başa düşə, onu bilə. Axir zamandır bu cürünə fitnələr, fəsadlar, bu cürünə günahlar çox olacaqdır. Ona görə insan ayıq-sayıq olmalıdır. Haram o qədər adiləşib, sələm vermək o qədər adiləşib, rüşvət vermək o qədər adiləşib, haqsız qazanc, havi yerdən kimisə də alladıb qazanc əldə eləmək o qədər adiləşib. Halbuki eləsi insanlara keçmişdə dünyanın ən rəzil adamı kimi baxırdılar. Həqiqətdə də elədi. O əməl sahibləri həqiqətdə də elədi dünyanın ən rəzil adamlarıdır. Gərək biz elənsi insanlarla ünsiyyətimizi kəsək, onlarla münasibətdə olmayaq. Və növbəti axir zamanın nişanələrindən növbəti olan da budur ki, ailə və ictimai bağların zəifləməsi. Görürsən, vaxt var idi, valideyn bir kəlmə söz deyəndə onun üçün möhür olardı, peçat olardı. Övlad onun qarşısında ikinci kəlmə eləməzdi. Amma indi bugünkü gündə baxırıq ki, atasını döyən cavana bax, anasını döyən cavana bax, ailəsinə hər cür zülmü, hər cür əziyyəti, hər cür pərişanlığı gətirən cavanlara bax. Bu axirət zamanın nişanələridir. Ona görə Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur ki, uşağı tərbiyə etməyə çalışmayın, özünüzü tərbiyə eləyin.
Özünüzü tərbiyə eləyin. İndi hər biriniz bir ailənin nümayəndəsisiniz. Allaha sonsuz şükürlər olsun. Bəziləriniz evli, bəziləriniz subay, bəzilərinizin hətta övladlarınız var. İnsan gərək özü o xətaya yol verməsin ki, onundan olan övladları da salih övladlardan olsun. Gərək özümüzü düzəldək ki, balalarımız da, övladlarımız da bizə baxa özünü düzəldə. Həya eləyə ki, mənim atam belə bir şəxsiyyətdir, mənim anam belə bir iffətli xanımdır, mən onun üzünə necə ağ olum? Necə mən onun başını yerə əydirim? Ona görə diqqətli olmaq lazımdır bu barədə. Silə-i rəhm bu zamanda azalıb, qohum əqrabı ilə ünsiyyət azalıb, bu insanların ömrünün qısalmağına səbəbdir. Bəzən biz adi baxırıq, sadə baxırıq bu şeylərə. Deyirik ki, nə olacaq da indi telefonla əlaqə saxladım, nə bilim mən nədir. Yox, mənim əgər bacım başqa yerdədirsə də, evlənib gedibsə də, gərək mən gedəm onun ailəsinə, ən azından çalışam həftədə bir dəfə gedəm, bir baş çəkəm, onların halından, kefindən xəbərdar olam, qardaşımın ailəsindən, atamdan, anamdan. Adam var, illərdir, uzaqda yaşayır, heç valideynindən bixəbərdir, xəbəri yoxdur ki, valideyni nə haldadır, nə vəziyyətdədir, nəyə ehtiyac var. Gərək bu cürlə olmaya. Dünyada ən tez cəzası yetişən əməllərdən biri də qohum əqrabı ilə ünsiyyəti kəsməkdir. Allah onun cəzasını elə dünyadacaq insana çatdırır. Amma qohum əqrabı ilə əlaqəni bərpa eləmək isə elə dünyadacaq Allah onun mükafatını verir. İnsanın ömrünü bərəkətli eləyir, ruzisini bərəkətli eləyir. Xətadan, bəladan uzaq eləyir. Və növbəti axir zamanın nişanələrindən növbəti olanı da budur ki, məscidlərin zahirən gözəlləşməsi mövcud olar, amma daxilən məsciddə möminlər olmaz. Bizim kəndin neçə minli əhalisi var? Ümum yaşadığımız məntəqənin 20 mindən çox əhalisi var. Hər məscidə 5 min adam düşür. Hər məscidə. Elimizdə ki 4 dənə məscid var, hər məscidə 5000 adam düşür. Qardaş, indi gör məsciddə neçə nəfərik biz. Bu böyük bir bəladır, böyük bir müsibətdir. Axirət zamanın nişanəsidir da. Nə qədər ailələr ki var, misal üçün, heç istilik, ailələrinin istilik sistemini təmin eləyə bilmirlər, soyuqda dururlar, amma bu havada, bu sərt havada, soyuq havada biz çalışırıq ki, məscidi isti tutaq, möminlər gəlib gedəndə əziyyət çəkməsin. İsti yerdə ibadətlərini eləsin. Amma çox-çox təəssüflər olsun. Məscid başına 5000 adam düşür, gör məscidə gələn sayımız nə qədərdir bizim. Bu tək bizim burada deyil, ha? Tək bizim burada, bizim yaşadığımız məntəqədə, rayonda deyil. Bir çox məntəqələrdə, bir çox bölgələrdə vəziyyət budur. Ağlanası vəziyyətdir. Axirət zamanın nişanəsidir ki, məscidlər zahirən gözəlləşər. Üzdən baxarsan, ha, maşallah, nə gözəl məsciddir. Milyonlarla pul qoyulur. Milyonlarla pul qoyulur. Ona görə axir zamanın əlamətləridir, nişanələridir ki, gəlin artıq dərəcədə, bunu mən ürək yanğısıyla deyirəm, and olsun Allaha, gəlin məscidləri boş qoymayalım. Gəlin məscidlərlə ünsiyyətimizi kəsməyəyin. Məscidlər Allahın evləridir. Mənəvi mənada Allahın evləridir. Allahın evindən nə qədər uzaq düşsək, şeytan bizi məhv eləyəcək. Şeytan bizi yerdən yerə vuracaqdır. Ona görə bu barədə diqqətli olaq. Sonuncu bunu da deyim, axirət zamanın əlamətlərindən, hədislərdə var ki, axirət zamanın əlamətlərindən biri də budur ki, fitnələr yağış yağan kimi insanın üstünə yağar. Yağış yağan kimi, dolu yağan kimi insanın üstünə yağar. Ona görə diqqətli olmaq lazımdır. Bu barədə Peyğəmbər salavatullah buyurur ki, o qədər fitnələr çoxalacaq bu axir zamanda. O qədər fitnələr çoxalacaq ki, insan şübhə eləyəcək. Bu haqdırmı, bu batildirmi? Bu düzdürmü deyir, bu yalanmı deyir? Gərək bəsirətli olaq mənim əzizlərim, mənim mömin qardaşlarım. Gərək insan diqqətli ola bu barədə ki, insan fitniyə, kiminsə də belə deyim,
toylatmasına, kiminsə də doldurmasına getməyə. Bu barədə çox diqqətli olaq. Allahdan arzum budur. Allah təbarək və Teala bizləri bu sözləri eşidib, öyrənib, oxuyub, əməl eləyənlərdən qərar versin. Allah bizləri dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın.